İran ABŞ ilə razılaşmasa, Yaxın Şərqdə geniş miqyaslı müharibə başlayacaq. Politoloq İlyas Hüseynov bunu Today Press-ə danışarkən deyib. Onun sözlərinə görə ABŞ ilə İran arasında olan gərginlik günü-gündən daha çox artır. Stat: Burada İsrail də öz maraqlarını güdür. Çünki İsrail İranın öz nüvə proqramını daha da inkişaf etdirməsini heç cür istəmir. Amma məlumdur ki, İran bu yolda əmin addımlarla irəliləyir. İsraildə də, ABŞ-da da belə düşünürlər ki, İran nüvə proqramını inkişaf etdirərsə, rəsmi Tehran sonunda nüvə silahına sahib ola bilər və bu böyük təhlükələrin qarşısını almaq üçün hərbi əməliyyatlar da daxil olmaqla bütün vasitələri nəzərdən keçirməyi zəruridir. Statın sonu. Analitikın fikrincə, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, İsrail hadisələrə sadəcə müşahidəçi qismində qalmayacaq. Stat: İsrail özü də bir tərəfdən İrana qarşı hərbi əməliyyatlara başlayacaq, digər tərəfdən İranın proksi qüvvələrini də zərərsizləşdirəcək. Bu, böyük bir müharibəyə gətirib çıxaracaq. Bunun qarşısını almaq üçün danışıqlara ciddi ehtiyac var. Statın sonu. İlyas Hüseynov diqqətə çatdırıb ki, danışıqlar haqqında əldə olunan razılaşma mühüm əhəmiyyət kəsb edir. Gec-tez tərəflər masa arxasına keçməli və bütün fundamental məsələləri dinc yolla həll etməlidirlər. Əks təqdirdə proses müharibə kimi böyük faciəyə gətirib çıxara bilər. Bu baş versə, bizim regionumuza da ciddi təsir göstərəcək. Buna görə də mütləq ki, tərəflər ilk növbədə sülh yolu ilə məsələnin həllinə üstünlük verməlidirlər, deyə o yekunlaşdırıb. Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trump bildirib ki, əgər İran razılaşmaya gəlməzsə, İsrail İrana qarşı hərbi əməliyyatlarda iştirak edəcək. İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək. Tövfə Səməd, Namiq Abbasov, Today Press.